Ölkəmizə xaricdən gətirilən ət məhsullarının təhlükəsizliyi və yoxlanış prosesi ilə bağlı ən vacib faktların qısa xülasəsidir. Bilirsiniz, süfrəmizə, məsələn, Monqolistan kimi uzaq yerlərdən gələn ətlərin hansı ciddi yoxlanışlardan keçdiyini və ümumiyyətlə idxaldan asılılığımızı necə azalda biləcəyimizi bilmək gündəlik qidalanmamız və sağlamlığımız üçün sadəcə şərtdir. Birinci, xaricdən gətirilən ət və heyvanlara Qida Təhlükəsizliyi Agentliyi, yəni qısaca AQUTA tərəfindən həqiqətən də çox ciddi nəzarət edilir. Heyvanlar yalnız beynəlxalq standartlara cavab verən xəstəliklərdən tam uzaq zonalardan gətirilir. Təsəvvür edin, məhsullar anbarlara çatan kimi diqqətlə vizual yoxlanılır və hər ehtimala qarşı xüsusi laboratoriya testləri üçün mütləq nümunələr götürülür. İkinci, bəlkə və düşünürsünüz ki, bu qədər ət necə xarab olmadan gəlib çatır. İdxal olunan ətin bir qismi şok dondurma adlanan xüsusi ultra sürətli üsulla gətirilir. Bu metod zərərli mikrobların yaranma riskini demək olar ki, sıfıra endirir və ən vacibi odur ki, proses ətin nə keyfiyyətinə, nə də dadına qətiyyən mənfi təsir göstərmir. Nihayət, məsələnin digər tərəfi də var. Rəsmi rəqəmlərə görə, kəsim üçün ölkəyə gətirilən heyvanların sayı getdikcə artır. Mütəxəssislər həyəcan təbili çalır ki, bu asılılığı mütləq azaltmalıyıq. Bunun üçünsə ilk növbədə yerli istehsalı, xüsusən də qoyunçuluğu inkişaf etdirməliyik və sürülərimizin yenidən böyüməsi üçün dişi heyvanların, eləcə də quzuların erkən kəsiminin mütləq qarşısını almalıyıq. Qısacası, xaricdən gələn ətlər çox ciddi sınaqlardan keçib süfrəmizə təhlükəsiz şəkildə gəlsə də, əsl dayanıqlı gələcəyimiz məhz öz yerli heyvandarlıq potensialımızı qoruyub böyütməkdən keçir.